Qız anasıyam. Necə olub hadisə? Bilmirəm, xəbərim yoxdur, xəbərim yoxdur. Sumqayıtda qətl hadisəsi baş verib. Daha dəqiq hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb. İlkin Şakiroğlu Atakişiyevin əvvəlcə həyat yoldaşı 34 yaşlı yeganə Bəxtiyar qızı Atakişiyevanı, daha sonra isə özünü öldürdüyü bildirilir. Bir uşaqları var idi, heç mən çox burada olmuram. Elə gecədən gecə evə gəlirəm, işimlə əlaqədar. Amma belə normal, elə sayılır 2 gün bundan qabaq. Burada salamlaşmışam axşam. Söhbətləşmişik, qonşu nətərsən, neyinsən, nə varsan, belə danışmışıq, sağollaşıb gedirdi. Heç inanmazdım mən buna. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.